Adanın mövsümləri. Bu yerlərdə ilin yağışlı mövsümü ilə quraqlıq günləri bir-birini müntəzəm olaraq əvəz edirdi. Həm yağışa, həm də quraqlığa əvvəlcədən hazırlaşmaq üçün mən bu müntəzəmliyi öyrənməli idim. Lakin bu biliklər mənə baha başa gəldi. Buna aid bir kədərli əhvalatı danışacağam. Yağışlardan sonra günəş cənub yarımkürəsinə keçəndə mən arpa və düyünü əkmək üçün əlverişli vaxt yetişdiyini qət etdim. Amma birdən ağlıma gəldi ki, əlimdə olan toxumun hamısını səpmək lazım deyil. Odur ki, hərəsindən bir ovuc saxladım. Yaxşı ki, belə etmişdim. Çünki bu əkdiyim taxıldan heç bir dənəsi də cücərməmişdi. Toxumu səpdikdən sonra uzun müddət yağış yağmadığından toxum tutmadı. Ancaq sonra yağışlar başlayanda göyərdi. Toxumun qalan hissəsini daha rütubətli yerə səpdim. Fevral ayında səpdiyim bu toxumlar mart və aprel aylarında yağan yağışlardan bolluca su içdiyindən yaxşı məhsul verdi. Beləliklə, mən özüm üçün xeyli təcrübə topladım. Əlverişli əkin vaxtını müəyyənləşdirdim və başa düşdüm ki, ildə 2 dəfə məhsul götürə bilərəm. Yağışlar kəsilib havalar düzələndə, təqribən noyabr ayında mən yaylaqdakı evimə getdim. Buraları necə qoymuşdumsa eləcə də qalmışdı. Komamın ətrafına sancdığım payalar isə göyərib yaşıllaşmışdı. Mən bu ağacları budayıb eyni formaya saldım. Çəpərim elə gözəl idi ki, bu payalardan köhnə evimin də ətrafına vurmağı qərarı aldım. Onlar pöhrələndi və tezliklə evimin ətrafında ağaclardan ibarət təbii bir hasar yarandı. Bu məni həm günəşdən, həm də təhlükələrdən qoruyurdu. Müşahidələrimə görə, düşdüyüm bu adada ilin fəsillərini Avropada olduğu kimi isti və soyuq fəsillərə ayırmaqdansa, yağmur və quraqlıq mövsümlərinə ayırmaq daha düzgün idi. Fevralın ortasından aprelin ortasına qədər yağmur, aprelin ortasından avqustun ortasına qədər Fevralın ortasından aprelin ortasına qədər yağmur, aprelin ortasından avqustun ortasına qədər quraqlıq, avqustun ortasından oktyabrın ortasına qədər yağmur, oktyabrın ortasından fevralın ortasına qədər quraqlıq. Mən yağışın altında qalmağın səhhətim üçün zərərli olduğunu bildiyimdən, yağmurlu günlərdə bayıra çıxmırdım. Bütün ərzaq ehtiyatımı əvvəlcədən görürdüm. Belə vaxtlarda daha çox ev təsərrüfatı ilə məşğul olurdum. Mən uşaq ikən qonşuluğumuzda yaşayan bir səbətçinin işinə baxaraq bu sənətin sirlərini öyrənmişdim. Bu bilik indi mənə çox gərək ola bilərdi. Amma səbət üçün istifadə etmək istədiyim çubuqlar çox sərt olduğundan bu işin öhdəsindən gələ bilmirdim. Birdən ağlıma gəldi ki, çəpər üçün vurduğum payalardan, kəsdiyim çubuqlardan səbət toxuya bilərəm. Səhər durub yaylaq adlandırdığım vadidəki mənzilimə getdim. Yeni çubuqlar kəsib mağaraya daşıdım. Yağışlar başlayan kimi oturub cürbəcür səbətlər toxudum. Mən hətta gələcək taxıl ehtiyatımı saxlamaq üçün də möhkəm səbətlər toxuyub saxladım. İndi mənim 2 şeyə çox ehtiyacım var idi. Su saxlamaq üçün və xörək bişirmək üçün qablara. Bir dəfə mən adanın bir başından o biri başına getmək qərarına gəldim. Özümlə tüfəng, balta, barıt, suxarı, quru üzüm götürüb itlə bərabər yola düşdüm. Vadidəki komamın yanından keçib qərbə tərəf gedəndə adadan xeyli uzaqlıqda bir torpaq zolağı gördüm. Bunun qitə və ya ada olduğundan təyin edə bilmədim. Bu yer adadan 40 və ya 60 mil məsafədə idi. Bu torpağın hansı yer olduğu barədə heç bir təsəvvürüm yox idi. Öz-özümə düşünürdüm ki, bəlkə bura Amerikanın İspaniyaya yaxın olan bir hissəsidir. Ola bilər ki, orada vəhşi insanlar yaşayır. Bu fikir ağlıma gələndə məni dəhşət bürüdü. Allaha şükür etdim ki, qasırğa məni bu adaya çıxarıb. O yer İspaniya torpağıdırsa, mən gec-tez oradan gələn bir gəmi görəcəm.
Yox, əgər İspaniya torpaqları deyilsə, onda İspaniya ilə Braziliya arasında bir adadır və orada çox güman ki, adam yeyən vəhşilər yaşayır. Mən bu düşüncələrlə yavaş-yavaş irəliləyirdim. Buralar başdan başa çiçəklərlə bəzənmiş çəmənlik və gözəl meşəlik idi. Xeyli tutuquşu gördüm. Birini tutub əhilləşdirmək və ona danışmağı öyrətmək istəyirdim. Nəhayət, bir bala tutuquşunu tuta bildim. Lakin ona adımı söyləməyi öyrətmək üçün bir neçə il lazım oldu. Ada çox xoşuma gəlmişdi. Burada çoxlu dovşan və tülkü də gördüm. Onlardan bir neçəsini vurdum, amma ətləri xoşuma gəlmədi. Ətə ehtiyacım da yox idi. Gündəlik yemək üçün keçi, göyərçin və dəniz bağası ətim var idi. Üstəlik də üzüm qurusu. Bu səyahət zamanı mən gündə 2 mildən artıq yol getmirdim. Amma ətrafa çox diqqətlə baxırdım. Gecələr ağacda yatırdım. Dənizin qarşı tərəfdəki sahilinə çatanda mən əmin oldum ki, yaşamaq üçün bu adanın ən pis yerini seçmişəm. Mənzilim olan tərəfdən mən gün ərzində ən çoxu 3 bağa tuta bilirdimsə, burada bütün sahil bağa ilə dolu idi. Burada mənim tanıdığım və heç tanımadığım saysız hesabsız quşlar yaşayır. Yuva salmışdı. Ətləri də ləzzətli idi. Amma mən qırmaya qənaət etmək üçün quşları vurmurdum. Çünki keçi əti daha əlverişli və xeyirli idi. Amma buralar düzənlik olduğundan keçi ovlamaq çox çətin idi. Açıqlıqda onlar məni tez görür və qaçırdılar. Buralar nə qədər gözəl olsa da, özümü qürbətdə hiss edirdim. Sahil boyu 12 mil yol getdikdən sonra qərarı aldım ki, daha bəsdir, geri qayıtmaq vaxtıdır. Mən yeri bələdləmək üçün bir ağac sancıb nişan qoydum. Gələn dəfə buraya şərq tərəfdən gəlib, gəzintimi tamamlamaq istəyirdim. Geri dönəndə ayrı yolla qayıtmaq istədim. Hesab edirdim ki, mən adanı yaxşı tanıyıram və heç vaxt yolu azmaram. Amma yanılmışdım. Biraz sonra təpələrlə dövrələnmiş, geniş, çökək bir yerə gəlib çıxdım. Harada olduğumu təyin etmək mümkün değildi. Hava da tutqun olduğundan günəşə görə də istiqaməti təyin edə bilmirdim. Mən yenə də dənizin kənarına çıxıb nişan qoyduğum yerə gəlməyə və oradan əvvəlki yol ilə qayıtmağa məcbur oldum. Yolu dincələ-dincələ gəlirdim. Çünki hava çox isti idi. Yolda itim bir oğlaq tutdu. Mən yüyürüb onu əlindən aldım. Boğazına ip keçirib evə gətirdim. Keçiləri əhilləşdirib saxlamaq istəyirdim ki, barıt və qırmam qurtaranda özüm üçün ət ehtiyatım olsun. Evə çatmağa çox tələsirdim. Bu səyahətdə o qədər yorulmuşdum ki, evim mənə rahat bir mənzil kimi görünürdü. Bundan sonra öz-özümə söz verdim ki, evdən çox uzağa getməyim. Yenə də payızda gecə ilə gündüzün bərabər olduğu vaxt gəldi. Yağışlar başladı və sentyabrın 30-unda mən bu adaya gəlməyimin 2-ci il dönümünü təntənəli şəkildə bayram etdim. Bu günü xoş düşüncələrlə yaşadım. Taleyin mənə göstərdiyi yaxşılıqları xatırlayıb təşəkkür etdim. Adada keçirdiyim 3-cü ildə mən işlərimi daha planlı şəkildə qururdum. Gündə 3 dəfə İncil oxuyurdum. Şərait və ehtiyacın məcbur etdiyi işləri böyük zəhmət və səbirlə başa çatdırırdım. Arabir tutquşumla danışıb əylənirdim. Tezliklə öz adını deməyi öyrəndi. Adaya gələndən ilk dəfə özgə ağzından çıxan tutu kəlməsini eşitdim. Noyabr və dekabr aylarında mən arpa və düyü zəmilərindən məhsul gözləyirdim. Amma tarlama keçilər və dovşanlar daraşmışdılar. Odur ki, əkin yerinin 4 tərəfini çəpərləməli oldum. Bu öz nəticəsini verdi, lakin taxıl yetişdikdən sonra dəstə-dəstə quşlar zəmiyə cumdular. Bu quşları qorxutmaq üçün onlardan 3 dənəsini vurub hündür bir dirəkdən astım. Bu tədbirdən sonra quşlar adanın mən yaşayan hissəsindən tamamilə uçub getdilər.
Çörək üçün burnumun ucu göynəyirdi. Lakin çörək əldə etmək üçün tarlanı çəpərləmək, keşik çəkmək, taxılı biçmək, yığmaq və döymək lazım idi. Bütün bunlardan sonra dəni üyütmək üçün dəyirman, ələk, çörəyi bişirmək üçün duz, maya və peç lazım idi. Mənim isə heç yeri şumlamaq üçün xışım da yox idi. Amma mən bu çətinliklərin hamısına dözürdüm. Çoxdan bəri idi saxsı qab düzəltmək üçün əlləşirdim. Bunun üçün yaxşı gil axtarırdım. Nəhayət tapdım. Qazıb evə gətirdim və görkəmi çox kobud olan 2 küpə bənzər qab düzəltdim. Günəşin altında yaxşıca qurudub, ehmalca səbətə qoydum. Yavaş-yavaş kasa, parç kimi qablar da düzəldərək günəşin altında qurudub bişirdim. Amma bu qablar tez sınırdı və oda davamlı değildi. Xörək bişirmək üçün oda davamlı, su buraxmayan möhkəm bir qab düzəltməli idim. Bir gün təsadüfən qaladığım tonqalın içində gil parçasının odda bişib daş kimi bərkidiyini gördüm. Bu kəşf məni çox sevindirdi. Mən isti külün üzərinə gildən qayrılmış 3 böyük küp qoyub, üstünü çırpı və odunla örtdüm və yandırdım. Ocağı o qədər yandırdım ki, küplər qıpqırmızı oldular. Daha 5-6 saat onları qızarmış halda ocaqda saxladım. Bir də gördüm ki, küplərdən biri əriməyə başladı, amma sınıb dağılmadı. Başa düşdüm ki, əriyən gilin içindəki qumdur. Biraz da saxlasam, həmin qum şüşəyə çevriləcəkdi. Artıq mən saxsı qabdan korluq çəkmirdim. Oda davamlı qablar düzəldə bildiyimə çox sevinirdim. İndi mən taxılı üyütmək üçün əvəngidəstə haqqında düşünürdüm. Nə qədər axtardımsa, bunun üçün bərk daş tapa bilmədim. Axırda ağacdan əvəngidəstə düzəltmək qərarına gəldim. Bunun üçün böyük bir kötük seçdim. Kötüyün içini yandıraraq çukurlaşdırdım. Braziliya hinduları kanoya düzəldərkən belə edirdilər. Həvəngi düzəldib qurtardıqdan sonra dəmir ağacından bir dəstək düzəltdim. Gəmidən gətirdiyim dəsmallardan isə 2 ədəd əlcək düzəltdim. Ancaq maya üzərində nə qədər baş sındırdımsa, ağlıma bir şey gəlmədi. İndi çörəyi bişirmək üçün peç düzəltməli idim. Bunun üçün bişmiş kərpiclərin altında ocaq qaladım. Xəmiri bu kərpiclərin üstünə saldım. Mənim çörəklərim elə bil ən gözəl peçdə bişmişdi. Mən düyüdən qutab və kökə bişirməyi də öyrənəndən sonra yaxşı bir çörəkçi oldum. Adada yaşadığım 3-cü ilimi tamamilə bu işlərə sərf etdim. Taxıl ehtiyatım xeyli artmışdı. Artıq ildə 2 dəfə deyil, 1 dəfə əkməyi qərarı aldım. Bütün bu müddət ərzində adanın o biri sahilindən görünən torpaqlara getmək fikri məni tərk etmirdi. Düşünürdüm ki, əgər o adada insanlar yaşayırsa, mən bir təhər bu kimsəsiz adadan canımı qurtara bilərəm. Vaxtilə eşitmişdim ki, Karib dənizinin sahillərində adam yeyən vəhşilər yaşayır. Mənim olduğum adanın da Karib dənizinə yaxın olduğunu güman etmək olardı. Biz qəzaya uğrayan zaman dalğalar gəmimizin qayığını aparıb mənim mənzilimdən bir neçə mil uzaqda adanın sahilinə çıxartmışdı. Gedib ona baxmağa qərar aldım. Əgər mən bu qayığı təmir edib suya sala bilsəydim, lap Braziliyaya qədər gedib çıxa bilərdim. Ancaq qayığı yerindən tərpətmək mümkün değildi. Qayığın bir tərəfindən qumu qazıb atmağa başladım ki, qayıq özü çevrilsin. Lakin bu işdən də bir şey çıxmadı. Odur ki, mən fikrimdən əl çəkməli oldum. Nəhayət, mən özüm bir qayıq düzəltmək qərarına gəldim. Amma mən bu işə başlayanda qayığı suya necə salacağım barədə düşünmürdüm. Bu sual ağlıma gələndə isə öz-özümə dedim, əvvəlcə qayığı düzəldim, sonrası asandır. Onu suya salmaq üçün bir vasitə taparam. Sahilə yaxın yerdə böyük bir sədr ağacını kəsib yerə sərdim. Tam 20 gün mən ağacın yan yörəsini budamaqla məşğul oldum.
Ağacın içini oymağa isə düz 3 ay vaxtım getdi. Nəhayət, gərgin əmək sayəsində elə böyük və gözəl bir gəmi düzəltdim ki, içinə azı 25 adam yerləşərdi. Mən bütün əşyalarımı bu gəmiyə yığa bilərdim. Lakin qayığı suya salmaq üçün boş-boşuna nə qədər vaxt və əmək sərf etdiyimi xatırlamaq belə dəhşətlidir. Mən öz əllərimlə düzəltdiyim bu təknəni yerindən tərpədə bilmədim. Belə olduqda qayıqla dəniz arasındakı məsafəni ölçdüm və dənizdən bura kanal çəkməyi qərar aldım. Yəni, qayığı suya apara bilmirdimsə, məni indi suyu qayığa tərəf gətirmək xəyalına düşmüşdü. Kanal çəkilişinə başlamazdan əvvəl onun dərinliyini və enini ölçdüm. Hesabladım ki, bu iş üçün 12 il lazımdır. Bu qədər zəhmətimin hədir getməsi məni dərindən sarsıtmışdı. Lazım olan vaxtı və zəhməti, gücü əvvəlcədən hesablamamağın nə qədər axmaq bir hərəkət olduğunu gec də olsa anladım. Mən bu dünyanın çox zövqlərindən uzaq idim. Amma mənə ləzzət verən bir şey var idi. Mən bu adanın ağası idim. Və bu ağalığı mənim əlimdən ala bilən bir kəs yox idi. Amma təbiət, təcrübə mənə bir şeyi anlatmışdı. Bu dünyanın nemətləri bizim tələblərimizi ödəyə bildiyi qədər qiymətlidir. Mən böyük məhsul əldə edib gəmilərə yükləyə bilərdim. Amma buna ehtiyac yox idi. Ona görə mən yalnız özümə lazım olan qədər taxıl əkirdim. Ən qatı xəsis də mənim vəziyyətimə düşsəydi və öz var dövlətini sərf etməyə bir yer tapmasaydı, xəsislik azarından qurtulardı. Gəmidən götürdüyüm əşyalar içində ən lazımsız şeylər qızıl-gümüş pullar idi. Mən onların hamısını bir qap mürəkkəbə dəyişərdim. Mürəkkəbim lap qurtarmışdı. Mən ona o qədər su qatmışdım ki, kağızın üzərində iz buraxmırdı. Amma nə qədər ki, mürəkkəbimin rəngi bilinirdi, mən ən mühüm hadisələri qeyd edirdim. Bunun ardınca qurudulmuş çörək ehtiyatım da qurtardı. Taxıl yetişdirənə qədər bir il ərzində dilimə tikə çörək dəymədi. Amma yenə Allaha şükür etməli idim. Çünki mənim bu adada çörək tapmağım bir möcüzə idi. Bu müddət ərzində paltar sarıdan da çox kasıblamışdım. Alt paltarım çoxdan dağılmışdı. Mənim gəmidən gətirdiyim dama-dama köynəklərim var idi. Onları göz bəbəyim kimi qoruyurdum. Buradakı istilərdə ancaq bir köynəkdə gəzmək lazım gəlirdi. Əslində burada havalar o qədər isti idi ki, paltara bir o qədər də ehtiyac yox idi. Amma mən çılpaq gəzməyi heç ağlıma da gətirmirdim. Tropik günəş bədənimi yandırıb cadar-cadar edərdi. İndi mən əynimdə qalmış köhnə paltarları yamamayıb qaydaya salmalıydım. Gəmidən gətirdiyim dənizçi şinellərindən güc bala ilə 2 gödəkçə tikdim. Dərzilikdə heç əlim yox idi. Ovladığım heyvanların dərisini qurudub papaq tikdim. Dəri papaq elə xoşuma gəldi ki, dəridən özümə bir pencək və şalvar da tikmək qərarına gəldim. Şalvarı dizdən yuxarı, pencəyi isə mümkün qədər gen eləmişdim. Bu, mənə istidən qorunmağa kömək edirdi. İndi mən özümə bir çətir düzəltməli idim. Burada çətirsiz keçinmək mümkün deyildi. Mən yağışlı və günəşli havada çox gəzməli olurdum. Bağlanmayan çətir düzəltmək asan idi. Amma mənə açılıb bağlanan çətir lazım idi. Mən keçid dərsindən bu cür çətiri düzəldə bildim. Beləliklə mən Allahın iradəsinə və taleyin hökmünə tabe olaraq bu adada dinc yaşayırdım. 5 il daha keçdi və bu müddət ərzində fövqəladə bir hadisə baş vermədi. Bu müddət ərzində taxıl əkib yığmaq, üzüm qurutmaq, ova getmək kimi işləri nəzərə almasaq, əsas işim bir qayıq düzəltmək idi. Nəhayət, qayığı düzəltdim. Bu işə 2 il vaxtım getdi. Zəhmətim hədər getmədi. Qayığı suya sala bildim.
Dənizə çıxmağa imkan tapdığım üçün çox sevinirdim. Son.